Herkese salam, YouTube kanalıma xoş gəlmişsiniz. Hər birinizi yeni bir vlogdan salamlayıram. Bu həftə bizdə biraz ağır keçdi, çünki evdə hər birimiz xəstə idik və xəstə olduğumuz müddət ərzində bütün işlərimin hər biri demək olar yarımçıq qaldı. İşlərim isə ondan ibarətdir ki, uşaqların bağçada və məktəbdə yeni il bayramları olacaq və onlar üçün hədiyyələr hazırlamaq lazımdır. Hər il olduğu kimi ənənəvi olaraq bu ildə oğlum öz sinif yoldaşları ilə Tayna Santa oynadı və ona öz sinif yoldaşı oğlanlardan birinin adı çıxdı və biz bugün onun üçün hədiyyə axtarışındayıq. Əslində bir neçə hədiyyə fikri var ağlımda, ancaq sifariş etməmişdən əvvəl istədim ki, biraz mağazalara da baxım, görüm bəlkə daha maraqlı bir məhsul tapa bilərik. Bu arada bu mağaza böyük lentalardan biridir. Çox təəssüf ki, mən burada ikinci sinifdə oxuyan bir oğlan uşağı üçün istədiyim bir hədiyyəni tapa bilmədim. Ancaq burada çox gözəl hədiyyəlik çay paketləri, hədiyyəlik şokoladlar çox böyük bir çeşidə malikdir. Əgər belə hədiyyələrin axtarışındasınızsa, bu mağazaya mütləq baxmalısınız. Və belə gözəl hədiyyəli karobkalar da var idi. Təbii ki, içərisi boşdu. Çox gözəl keyfiyyətə malik idi. Kartonu çox qalın idi. Məncə çox yaxşı fikirdir. Bu cür belə karobkanı alıb elə həmin mağazadan sevdiyiniz bir insanın zövqünə uyğun hədiyyələrlə içərisini doldura bilərsiniz. Hədiyyə karobkalarından əlavə bu cür hədiyyələri bağlamaq üçün kağızlar da var idi. Cürbəcür, hər növdə, hər zövqə uyğun. There's a broken down car parked outside the barn up the road, and a weather vane hanging all crooked from the rain and the snow. I'm a half mile past where we ran out of gas years ago, so I'm taking my time and I'm gonna drive. Və mən artıq gəldim, evdəyəm. Aldıqlarımı istəyirəm göstərim, nələr əldə etmişəm. Bu cür 2 ədəd hədiyyə bağlamaq üçün kağız aldım. Daha sonra yolkamızın üzərində olan bu bantiklərdən də yeni aldım. Daha həcmli görsənməsi üçün yolka ağacımızın. Və 2 ədəd eyni konstruktoru aldım. Niyə eyni konstruktor? Çünki bizdə uşaqlara fərqli məhsullar aldığımız zaman onlar bir-birinin oyuncaqlarını istəyirlər. Ona görə nə alırıqsa eyni alırıq hər birinə. Və kiçik oğlum üçün də aldım. Çünki onun da bağçada yeni il bayramı olacaqdı. Onun üçün də belə bir hədiyyə hazırlamaq istədim. Və yerdə qalanlar isə daha çox hamısı bir neçə uşaqların sevdiyi şirin məhsullardır. Şirin məhsullarda hədiyyədən əlavə başqa bir kiçik bağlamada hazırlayıram hədiyyə paketi olaraq. Hansı ki, uşaqlar bunları çox sevirlər və istifadə edirlər. Və yolkamızın işıqları üçün belə daşlar əldə etdim. Daha sonra belə napalnitel, Azərbaycan dilində adı nədir bilmirəm, ancaq hədiyyə yığanda karobkanın içərisinə yerləşdiririk. Karobka daha həcmli olsun deyə. Daha sonra hədiyyə bağlamaq üçün lent və Tayna Santa'da hədiyyə verəcəyimiz uşaq üçün də belə şirin bir boks hazırlamaq istəyirəm. Onun üçün də bir neçə məhsul əldə etdim. Və belə şəffaf yumru kürələrdən aldım. Bu yolka oyuncağı hazırlamaq üçündür. İçərisinə kiçik oğlumun şəklini yerləşdirəcəm. Belə bir oyuncaqdan böyük oğluma 1-ci sinifdə hədiyyə etmişdilər və kiçik oğlum hər zaman onu gördüyü zaman niyə məndə yoxdur deyə soruşurdu. Ona görə onun üçün də belə bir yolka oyuncağı hazırlamaq istəyirəm, hansı ki, içərisində onun şəkli olacaq. Və belə aldığım məhsullar bu qədər idi və dediyim kimi bir neçə məhsul var idi ki, tapa bilmədim. Mütləq onları da tamamladıqdan sonra şirniyyat boksu da hazırlayacağım. Onu da gələn videolarımda mütləq göstərəcəm. Həm şirniyyat boksunu, həm də Tayna Santa üçün aldığımız hədiyyəni.
İndi isə keçirəm hədiyyələrimi paketləməyə. Dediyim kimi hədiyyələrim 2 hissədən ibarət olacaq. İlk hissə şirin hədiyyələr, digəri isə hədiyyənin özü. Onu da paketləyəcəm. Ümumiyyətlə hədiyyə hazırlamağı çox sevirəm. Fərqi yoxdur, bu övladlarım üçün olsun və yaxud da başqaları üçün olsun. Bu prosesdən maksimum dərəcədə həzz almağa çalışıram. Çünki hədiyyə etməyi, kimisə sevindirməyi, ən çox da bunu istəyərək, qəlbdən, ürəkdən etməyi çox sevirəm. You'll see there's a new life waiting, and I just don't want this feeling to go. If you're reading this now, please remember the good times we had. Don't forget about the moments we tried, we cried, or we laughed. There's a good chance our paths will eventually meet up somehow. Just know I had good reason to go if you're reading this now. Belə bütün işlərimi bitirdikdən sonra keçirəm mətbəxə. Biraz istəyirdim ki, soyuducunun içərisini təmizləyim və dondurucuda bu cür belə qoz şirniyyatının xəmirini tapdım. Oğlumun ad günündə bu şirniyyatı hazırlamışdım və xəmir çox olduğu üçün bir hissəsini ayırıb dondurucuya yerləşdirmişdim. Bəli, mən dondurucuda şirniyyat xəmiri saxlayıram, hətta hazır biskvit belə saxlayıram. Xəmiri çıxardıram və bir neçə müddət otaq temperaturunda qaldıqdan sonra xəmir əvvəlki vəziyyətinə qayıdır və xəmirdən təxminən 4-5 qramlıq kiçik topçuqlar hazırlayıram və bişirirəm. Bu arada bu qoz şirniyyatının video reseptini qısa videolar bölməsindən tapa bilərsiniz. We share the same space, the same beautiful place in my dreams. And I kick at the walls, I keep tripping on old memories. And I try to sing along to the song on this old record machine. Topçuqları hazırlayan zaman hər birinin eyni ölçüdə olmasına mütləq fikir vermək lazımdır. Əks halda videoda da göründüyü kimi bəziləri kiçik olur və tam olaraq formanı ala bilmirlər. Formalar tam olaraq soyuduqdan sonra kənar hissələrini təmizləmək çox asandır. Bunu isti şəkildə eləməyin. İsti şəkildə formalar çox yumşaq olur və qırıla bilərlər. Ancaq soyuduqdan sonra çox asanlıqla təmizlənir və kiçik əl rəndəsi yardımı ilə, fərqi yoxdur, böyük rəndədən də istifadə edə bilərsiniz. Əsas odur ki, ən kiçik gözündən istifadə edəsiniz. Bu cür kənarlarını ehtiyatlı şəkildə rəndələyirik və hamarlayırıq. Tam olaraq kənarlarını sərkəli bir şəkildə hamarlayırıq və alt hissəsi isə bu şəkildə düz olmalıdır. Mütləq qayıdıram əvvəlki mövzuya. Topçuqların hər biri ona görə eyni bərabər ölçüdə olmalıdır ki, formaların içərisini doldurub üz-üzə qoyduğumuz zaman bu cür gözəl bir görüntü əldə edək. Əks halda topçuqlar kiçik olduğu zaman bizim görüntümüz bu şəkildə olacaq və bu görüntü mənə elə gəlir heç də xoş görsənmir. Formaların içərisini doldurmaq üçün isə ən klassik üsuldan istifadə edirəm. Bişmiş qatılaşdırılmış südlə dolduracağam. Evdə məndə olmadığı üçün içərisinə qoz əlavə edə bilmədim. Ancaq sizdə varsa içərisinə xırdalanmış qoz da əlavə edə bilərsiniz. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Ümid edirəm ki, bəyənərək izləyəcəyiniz bir video olar. Dəstək olmaq üçün kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın.